Təsəvvür edin, qarşınızda iki stəkan var. İkisi də şəffaf, ikisi də zərərsiz görünür. Biri içdiyimiz adi saf sudur, digəri isə toxunduğunuz an dərini yandıra biləcək qüvvətli bir turşu. Bəs onları necə fərqləndirək? Dadına baxmaq qətiyyən bu çox təhlükəlidir. Bugünkü mənbə izahatımızda biz sizinlə əsl kimyəvi detektivlərə çevriləcəyik. Vizual ipucularını oxumağı, rənglərin sirrini açmağı və o şəffaf mayələrin əsl kimliyini təhlükəsiz şəkildə üzə çıxarmağı öyrənəcəyik. Hazırsınız? Gəlin bu sirri birlikdə açaq. Qısaca bugünkü planımıza nəzər salaq. Əvvəlcə turşu və əsasları necə müəyyən edəcəyimizə baxacağıq. Sonra rəng dəyişən indikatorları, universal rəng şkalasını və təbii ki, pH nədir sualını müzakirə edəcəyik. Sonda isə bu möhtəşəm alətlər çantamızla gündəlik məhlulları test edəcəyik. Beləliklə, birinci hissə – turşu və əsasların müəyyənləşdirilməsi. Yaxşı, gəlin məsələnin dərinliyinə daxil olaq. Bayaq dediyim kimi, naməlum kimyəvi maddələri dadmaq sadəcə ölümcül ola bilər. Tarixən bəzi kimyaçılar maddələri məhz dadlarına görə təsnif edirdilər. Turşular turş, əsaslar isə toxunduqda sürüşkən olurdu. Amma gəlin dürüst olaq. Bugün hansısa mayeəni dadmaq, yumşaq desək, böyük bir ağılsızlıqdır və həyatınız bahasına başa gələ bilər. Bəs həyatımızı riskə atmadan onların kimliyini necə bilə bilərik? Bunun üçün məhlulun ən dərinliklərinə, yəni mikro səviyyədəki kimyəvi quruluşuna baxmalıyıq. Hər şeyin sirri suda həll olan zaman yaranan görünməz iyonlardadır. Baxın, bir maddəni suya atdıqda o mühitdə hidrogen, yəni H+ iyonları yaradırsa, deməli əlimizdəki bir turşudur. Əksinə, əgər suda hidroksid, yəni OH- iyonları yaranırsa, təbrik edirəm, bu bir əsasdır. Bəs suyun özü, turşu və ya əsas olmayan mühit neytral mühit adlanır. Bu o deməkdir ki, oradakı H+ və OH- iyonlarının sayı bir-birinə tamamilə bərabərdir. Bəli, bu qədər mürəkkəb görünən kimya əslində sadəcə olaraq bu iki iyonun balansından ibarətdir. İndi isə keçirik ikinci hissəyə. Rəng dəyişən kimyəvi indikatorlar. Bu cədvəl bizim ən vacib silahımız, bir növ xəritəmizdir. Biz fərqli mühitləri aşkar etmək üçün xüsusi xəbərçilərdən, yəni indikatorlardan istifadə edirik. Burada üç əsas qəhrəmanımız var. Lakmus, fenolftalain və metil oranj. Diqqət edin, qırmızı lakmus kağızı əsasi mühitdə anında göy rəngə çevrilir. Fenolftalain turş və neytral mühitdə utancaqdır, yəni su kimi rəngsizdir, amma əsasla qarşılaşan kimi o parlaq çəhrayı rəngi alır. Metil oranj isə turşuda qırmızı, əsas da sarı olur. Onlar sanki bizə son dərəcə aydın, bəli, xeyr və ya bəlkə kimi rəngli siqnallar göndərirlər. Və bu cədvəldəki quru rəqəmləri həyatda həqiqətən də möhtəşəm şəkildə canlandırır. Limon suyunu hamımız tanıyırıq, düzdür? O kəskin bir turşudur, yəni içi H+ iyonları ilə doludur. Ona görə də mavi lakmus kağızına toxunan kimi onu anında qırmızıya boyur. Digər tərəfdə isə hamamda istifadə etdiyimiz adi həll sabunu var. Sabun əsasdır, yəni OH- iyonları ilə zəngindir. O da qırmızı lakmusu dərhal tünd göy rəngə çevirir. Bir sözlə, turşuluq və ya əsaslıq artdıqca bu rənglər daha da tündləşir, daha da aqressivləşir. Burada isə digər iki vizual köməkçimizin möcüzəsinə şahid oluruq. Fenolftalin turş mühitdə tamamilə şəffafdır, heç bir reaksiya vermir. Amma ora cəmi bir neçə damcı əsas əlavə edən kimi, baxın, göz oxşayan bir çəhrayı rəngə bürünür. Əsasın miqdarını artırdıqca o çəhrayı rəng elə tündləşir ki, adamın gözü damaşır. Aşağıda isə metil oranjı görürük. Turşuluq onu dərhal qıpqırmızı edir. Əsasi mühit isə açıq sarıya çevirir. İnanılmaz dərəcədə aydın bir fərqdir, elə deyilmi? Amma burada bir anlıq dayanaq və çox vacib bir sual verək. Mənbəmiz həqiqətən də bizi düşündürən bir detala toxunur. Biz durmadan rənglərdən danışırıq. Lakin bəzi insanlarda rəng körlüğü var. Onlar mavi, qırmızı və yaşılı tam fərqli qavrayırlar. Bəs belə olan halda nə baş verir? Bizim bütün kimyəvi detektivliyimiz yarımçıq mı qalır? Rənglərə güvənə bilməyən birinə bu təhlükəli mayələri fərqləndirmək üçün siz nə məsləhət görərdiniz? Maraqlı vəziyyətdir. Narahat olmayın, birazdan bu problemin çox zərif və texnoloji bir həllini kəşf edəcəyik. Davam edirik. Üçüncü hissə universal rəng şkalası. Bayaq gördüyümüz o sadə indikatorlar əladır. Lakin onlar bizə sadəcə bu turşudur və ya bu əsasdır deyir. Bəs biz əlimizdəki maddənin nə qədər güclü turşu və ya əsas olduğunu bilmək istəsək, bax burada səhnəyə universal indikator çıxır. Bu sadəcə bir rəng dəyişimi deyil. Bu, tünd qırmızıdan ta bənövşəyiyə qədər uzanan bütöv bir spektrdir. O bizə sanki kimyəvi bir göy qurşağı təqdim edərək zəif turşu ilə qüvvətli turşunu bir-birindən çox böyük dəqiqliklə fərqləndirməyə imkan verir. Və bu da bizi dördüncü hissəyə gətirir. Bəs pH nədir? Bilirsiniz, rənglər çox vaxt şəxsi qavrayışa əsaslanır. Elm isə dəqiqlik sevir.
Buna görə də alimlər bu rəngləri konkret riyazi rəqəmlərlə ifadə edib ona pH şkalası adını veriblər. Şkala 0-dan 14-ə qədər dəyişir. Tam ortada, yəni 7 rəqəmində mühit tamamilə neytraldır. 7-dən aşağı düşdükcə məhlul turşulaşır və 0-a yaxınlaşdıqca əsl təhlükəyə, qüvvətli turşuya çevrilir. 7-dən yuxarı qalxdıqda isə mühit əsasiləşir və 14-ə doğru getdikcə əsasın gücü öz pik həddinə çatır. İndi burada həqiqətən valeh edici olan nədir bilərsinizmi? Biz bu elmi rəqəmləri hər gün istifadə etdiyimiz əşyalarla birbaşa əlaqələndirə bilirik. Baxın, ən yuxarıda o qıpqırmızı təhlükəli zonada güclü xlorid turşusu var. Biraz aşağı düşdükdə sarı zonada hər gün içdiyimiz qəhvəni və ya alma sirkəsini görürük. Yəni bunlar zəif turşulardır. Yaşıl rəngli 7-də isə saf su dayanır. Daha aşağı endikcə mavi və bənövsəyi zonalarda çay sodasını, sabunu və nəhayət ən sonda güclü təmizlik vasitələrini tapırıq. Səhərlər içdiyimiz o bir fincan qəhvədən tutmuş əlimizi yuduğumuz sabuna qədər hər şeyin bu kimyəvi şkalada dəqiq bir ünvanı var. Nihayət, 5-ci və sonuncu hissə, gündəlik kimyəvi məhlulların test edilməsi. Xatırlayırsınız, bir neçə dəqiqə əvvəl rəng korluğu olan birinin bu testləri necə edə biləcəyini soruşmuşdum. Baxın, bu cihaz həmin problemin mükəmməl cavabıdır. Bu kiçik texnoloji möcüzə pH metr adlanır. Cihazın başlığını mayaya salırsınız və bum, ekranda birbaşa pH-ın dəqiq rəqəmsal qiyməti yanır. Məsələn, 6,98. Artıq hansısa rəngin tonunu təxmin etməyə, fərqi tutmaq üçün saatlarla gözümüzü yormağa qətiyyən ehtiyac qalmır. Texnologiya hər şeyi bizim üçün həll edir. Gəlin öyrəndiyimiz bütün bu məlumatları sürətli bir laboratoriya ssenarisində birləşdirək. Mənbəmiz bizə çox sadə bir fəaliyyət təklif edir. Təsəvvür edin, evdəki alma sirkəsini, çay sodasını, sabunlu suyu və adi xörək duzunu ayrı-ayrı stəkanlara tökürsünüz. Sonra hər birinə metil oranj və fenolftalein damcıladıb rənglərin necə partladığını izləyirsiniz. Ən sonda isə bu şouya pH metri daxil edərək rənglərin bizə verdiyi o vizual ehtimalları ekrandakı dəqiq rəqəmlərlə təsdiqləyirsiniz. Sanki hər bir mayənin öz kimyəvi pasportunu yaradırıq. Və budur, sona gəldik. Bütün bu elmi kəşflərdən sonra sizə belə bir sual vermək istəyirəm. Əgər hər bir damcı suyun, toxunduğumuz hər bir sabunun və hətta içdiyimiz qəhvənin bu şkalada dəqiq bir yeri varsa, bəs sizin öz daxilinizdə vəziyyət necədir? Qanınızın, mədənizin, o kiçik hüceyrələrinizin pH səviyyəsi tam olaraq nə qədərdir? Və ən əsası, əgər o incə balans bir anlıq belə pozularsa, bədənimizdə hansı fırtınalar qopar? Bax, bu sual bizi sadəcə kimyanın deyil, biologiyanın tamamilə yeni və nəhəng bir sirrinə aparır. Bəlkə də elə növbəti dəfə birlikdə bu qapını açacağıq. Mənbə izahatımıza qatıldığınız və bizimlə kəşf etdiyiniz üçün təşəkkürlər.